Hər kəsə salam. Yeni kitabımızla tanış olmağa hazırsınız. Elə isə başlayaq. Kitabımız 9-cu sinif buraxılış imtahana hazırlaşanlar üçün lazım olan hər bir şeyi özündə əhatə edir. Bura daxildir lüğət, qrammatika, mövzu sınaqları, ümumi sınaqlar, tam imtahan formatında oxu, dinləmə, qısa mətnlər, şəkil təsviri, qrammatik testlər və kitabın cavabları və dinləmə mətnləri QR kod formasında verilibdir. Çünki kitabımız kifayət qədər qalındır, 400 səhifədən çoxdur və daha çox yer tutmasın deyə QR-la verməyə qərar verdik. İndi isə içərisilə tanış olaq. Bu bizim mündəricatımızdır. Deməli, bizdə mövzular qarışıq deyil, bölmə formasındadır. Məsələn, birinci sınaqda ismin yalnız quruluşca növləridir. Sadə, düzəltmə, mürəkkəb. Daha sonra sayılan sayılmayan isimlər. Daha sonra tək, cəm. Sonra yiyəlik hal verilibdir. Və ən sonda isimə aid qarışıq testlərdir. Daha sonra əvəzlikdə şəxs əvəzliyi, yiyəlik əvəzliyi ayrıca verilibdir. Daha sonra mixed qarışıq formadadır. Bu şəkildə davam edirik. Eləcə də zamanlar, yəni ən çox uşaqların qorxduğu bölmələri deyirəm. Deməli, zamanlarda birinci sadə zamanlardır, daha sonra davam edici zamanlardır, daha sonra bitmiş zaman və ən sonda onların qarışığıdır. Bu şəkildə verilibdir. Eləcə də məchul növdə əvvəlcə cümlələrin məchula çevrilməsi, daha sonra məchul növdə olan cümlələrin seçilməsi, daha sonra məchul növə çevrilə bilən və bilməyən cümlələr və ən sonda məchul növün qarışığı. Bu şəkildə bizim 49 dənə mövzu sınağımız var. Və ondan sonra bizdə ümumi sınaqlar başlayır. Ümumi sınaqlarımızın sayı 50-dir. Həmçinin kitabda var mətnlərdə istifadə olmuş sözlərin lüğəti. Ümumiyyətlə, qısa mətnlərdə ən çox istifadə olunan sözlərin lüğəti. Sayılmayan isimlərin lüğəti, qaydasız feillərin lüğəti. Sinonimlər nitq hissələrinə bölünübdür. İsimlərin sinonimi, sifət sinonimi, feilin sinonimi və onların testi. Antonimlər, isimlərin antonimi, sifətlərin antonimi, feillərin antonimi və onlara aid testlər. Və definitionlar, həm topluda olan definitionlar vermişəm, həm də 7, 8 və 9-cu sinif üçün olan məktəb dərsliklərində olan sözlərin də həm lüğəti, həm definitionu verilibdir. Kitabda əvvəlcə lüğət başlayır. Lüğət bitəndən sonra artıq qrammatika. İsmin qrammatikasından başlayır. İsimlərin quruluşca növünə aid test. Tək əllə biraz çətindir. Mənə köməkçi lazımdır. Sayılan sayılmayan isimlərin qısa izahıdır burada. Siyahısı kitabın arxasında var. Bu şəkildə davam edirik. Baxın. Qrammatika və mövzu sınaqları. Bunlar bizim kitabımızın birinci hissəsidir. İkinci hissədə artıq olacaq ümumi sınaqlar. Ümumi sınaqlar da eynən imtahan formatındadır. Mən video çəkəndə həmişə niyəsə uzun olur. İstəyirəm hamısını göstərim sizə. Make-up sentence, sinonimlər, isimlərin sinonimi, sifətin sinonimi, feilin sinonimi və sinonimlərin testi. Biraz sürətli gedək. 2x-lə baxarsınız, eybi yox. Antonimlər, definitionlar. Və sonuncu sualımız, sonuncu testimiz gedir və ümumi sınaqlar başlayır. Ümumi
Ümumi sınaqlarda da imtahanda olduğu kimi öncə 4 sualdan ibarət bizim dinləməmizdir. Daha sonra 3 dənə qısa mətnimizdir. Sonra oxu mətninin özü 5 suallıq. Ondan sonra 13 dənə bizdə qrammatikadır və ondan sonra da bizim şəkil təsviridir. 26-cı sualımız. Yəni bütün 50 dənə sınaq bu şəkildədir. Çox maraqlı mövzular seçmişəm. Çalışmışam mümkün qədər çeynənmiş mövzular olmasın. Məsələn, Globus teatrı Shakespeare'in dövründə mən bu mətnə heç bir yerdə rast gəlməmişəm. Məsələn, Serengeti köçü, heyvanların köçü və bu şəkildə davam edirik. Ne güzel video oldu bu. Yaxşı. Bu sonuncu. Yox, sonuncu deyil, hələ davam edir. En sonda dedim milli bir şey olsun. Novruz bayramını yazdım. Ve en sonuncu mətnimiz Nərgiz gülü haqqındadır. Aha, burada nədir? Burada bizim mətnlərdə istifadə etdiyimiz lüğət, qısa testlərdə, mətnlərdə daha doğrusu ən çox istifadə olunan sözlər, salmen isimlərin lüğəti, təbii ki bölmələr formasındadır və qaydasız feillər. Onları da mən lüğət əlifba sırası ilə deyil, daha çox tələffüzə əsasən vermişəm və formalarına görə fərqləndirmişəm. Məsələn, birincidə 3 forması da eynidir. Burada ikinci və üçüncü formalar eynidir. Üzürlü sayın, əlim donub. Üçüncü olacaq 3 forması fərqli olanlar. Dördüncüdə yalnız ikinci forması fərqli olanlar 1 və 3 eynidir. Və sonuncu həm qaydalı, həm də qaydasız olanlar. Və beləliklə kitabın sonuna gəlib çatdıq. Kitabımız 416 səhifədir. Xeyirli olsun. Nə sualınız varsa şərh bölməsinə yaza bilərsiniz.